Bismillah, elhamdülillah, es-salatu vesselamu ala Resulillah. Əmmə bə'd, Esselamu aleyküm və rəhmətullah. Əziz və dəyərli müsəlman, bacı və qardaşlar, inşallah ara sıra sizlər üçün Şafii məzhəbinin tədris kitablarından olan İmam Əllamə Şərif Əhməd İbni Ömər Əş-Şatirinin Yaqutun Nəfis isimli Şafii fıkhından dərslər hazırlayacağıq. İlk dərsimiz bu kitabın müqəddiməsi ilə başlayır. Şeyx bu müqəddimədə deyir ki, bilməlisən ki, hər hansı bir elm sahəsinə başlayan şəxs həmin elmin 10 əsas şeyini bilməlidir. O elmin tərifi, mövzusu, qaydası, məsələləri, adı, qaynaqları, şər'i hökmü, digər elmlər arasındakı yeri, fəziləti və qurucusudur. Bizim bəhs etdiyimiz elm isə fiqh elmidir. Fiqh elminin tərifi təfərrüatlı dəlillərdən əldə edilən əməli, yəni feili, şər'i hökmləri bilməkdir. Bu elmin mövzusu mükəlləflərin, yəni dində məsul şəxslərin əməlləridir. Bu elmin faydası Allahın əmrlərinə tabe olmaq və qadağalarından çəkinməkdir. Bu elmin məsələləri bu elm daxilində bəhs edilən elmi mövzulardır. Bu elmin adı fiqh elmidir. Bu elmin qaynaqları kitab, yəni Quran, sünnə, icma və qiyasdır. Bu elmin şər'i hökmü. Bu elmin şər'i hökmü 3-ə bölünür. Birincisi fərzi ayn, yəni ibadətlərin, alış-veriş və nikah kimi şeylərin doğruluğunun aslı olduğu əsas bilgiləri, məlumatları öyrənmək hər kəs üçün mütləqdir, vacibdir. İkincisi fərzi kifayə, yəni fətva dərəcəsinə çatana qədər dərindən öyrənmək cəmiyyət üçün fərzi kifayədir. Bəzi insanlar edərsə, digərlərinə vacib olmaz. Üçüncüsü isə məndubdur, bəyəniləndir. Bundan əvvəl saydığım dərəcələrdən artıq öyrənmək isə müstəhəbdir. Şeyx davam edir, deyir ki, bu elmin digər elmlərlə nisbəti, yəni aralarındakı münasibəti digər elmlərdən fərqli və müstəqildir. Yenə bu elmin fəziləti, üstünlüyü digər elmlərdən üstündür. Yenə bu elmin qurucusu, bu elmi qoyan isə müctəhid imamdır. Vəlhamdülillahi Rabbil alemin.